Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Fevral ayının 22-sində Ordubad rayonunun Divi kəndində günəşli hava var idi. İndi hava buludlaşdı. Biz də bu fürsətdə deyib fərələrimizi artıq toyuq olublar, çatdıq həyətə otlasınlar. Otlamağı da başarmırlar. Axırıncı dəfə aldığımız 5-dən biri öldü. Gətirəndən bir gün sonra deyirdim ki, müsmürüyün sallayıb, büzüşür. Sonra düzəlmişdi. Çoxlu sarımsaq qatdıq, dənə atdıq. Həmin gün sarımsaq yedi öldü, yoxsa öz əcəli ilə öldü deyə bilmərəm. Tüh. Hamı toyuqların həyətdə özü otarır. Eşşək cəsarət eləyib başlı başına buraxa bilmir. İt bir yandan, tülkü bir yandan, çaqqal bir yandan. Bəlkə də aparıb. Hələ heç xəbərimiz yoxdur. Biraz bundan əvvəl qışqırdılar, bağırdılar, səsə çıxmışam. Özümüzün 2 xoruz, 4 toyuqdur. Onlar ayrılırlar. Onlar bizim. 14 dənə olsa düzdür bu birlərdə. 2, 4, 6, 8, 10, 12. İkisi də qaçdı bir toyuqların yanına düzdür. Bayızda buraları təmizləmişik. Toyuq da yaxşı qalxıb. Hələ bilmirik bu toyuqlar arı nədir. İstəyir arını yuvasından vursun. Kış. Deyəsən susuyublar, su axtarırlar. Biri arağı düşüb, hələ həyət bazanı tanımırlar. Cüh. Cüh. Gərək cücüləyək, səsimizi tanıdaq. Dən səpəndə cücüləmək lazımdır ki, həmişə bilsinlər. Cücülənmə varsa, gəldi o biri də. Dən səpirlər. Dəqiqləşdirək görək, necə xoruzun necə? Arını vurur. Arını vurdu, öldürdü. Yedi hələ. Nə sortusuz siz? Gəlin burada eşələnində qum var, torpaq var. Göy ot var. Kör nə istər? 2 göz. Biri əyri, biri düz. Cüt. Hələ bu gün birinci gündüləri sırtılacaqlar, həyəti 4 dolanacaqlar. Neçəsi tülkünün qisməti olacaq. On dənəsini yanvar ayın 20-si alıb Ordubad bazarından gətirmişdim. Sonra gətirərkən də 5-ini ondan aldıq. Biri öldü. Ancaq boyları hamısı eynidir. İriliblər. Yerləri var ki, qışları bir qarış. Onlar xoruz olacaq. Hamısının fəri adını almışıq. Süt. Pırsıyır bax. O qıraqdakı xoruz. Ağzındakı tükləri qabardır.
Mən özümə təsəlli verirəm, iş çoxu fərədir. Deyirlər ki, 2 dənə fərə var, hamısı xoruzdur. Toyuqlarımızın sortu selebristir, belə deyirlər. Ağ, qara, alası olsa 5-6 dənə də Xarkov sortu alacam. Selebrislərin də deyəsən müxtəlif növləri var, nömrə iləndir. Qazan deşikdir, ancaq çox da buraxmırıq. Toyuqlar qazanın yeni yörəsindən su da tapdılar. Tülkü it imkan versə, bir aydan versək, ota çıxarsaq, kəsməli olar xoruzlar. Heyvanımız yoxdur, bari beçət yeyək. Deyirlər, düzəni payızda sayarlar, biz də mayda sayarıq. Cüc. Mən də istəyirdim karbüratörü Jigulovka eləyim, bu atverkan axtarırdım. Oradan gəlib çıxıb bura. Bugün bir xeyli işləmişəm. Motopilamın çepi yaxşı değildi. İçini saldım, bir saat işləyəndən sonra o da köynəldi. 2 dənəsi burada. Birini titmişəm, itildib, körlüyürsən, çarpazlı pozulur. Heç yaxşı kəsmir. Əlavə elektrik şam var. Otbiçanın da ləvazimatları buradadır. Baltalarında hələ 20% burada. 2, 3, 4, 5 baltam, bir dəhirəm. Belləri də sazlayıram. Bir neçə dənə də dırmıq var. Onlar da düzəlməlidir. Yeni saplar gətirmişəm. Beli dırmığı saplayacağım. 2 dənə əyri zolata var idi. Bunların başından kəsmişəm. Çox da düz sayılmaz, ancaq əməlimizi soruşdurar. Şirin baltamı götürüm gedim işləməyə. Öz toyuqlarımız bilirlər harada eşələnmək lazımdır. Hər xoruza öz çöplüyü, öz küllüyü. Payızdan xəzəldə dırmıqlayıb döymüşük ki, həyətin bir hissəsi düzəlsin. Yəqin ki, xəzəlin altında soxulcan da var, həşərat da var. 4 ay ki, çölə bayra çıxmırlar bu toyuqlar. Ares, Mars. Həyətə yad itlər gəlir. Bir gün ikisini də zincirini açıb buraxacam. Allah ya düşmən itlərə verər, ya bizim itlərə. Bir daha bir yad it gəlmişdi. Az qalırlar onu parçalasınlar. Əllərindən alıb buraxmışam. Sən də toyuq yeyirsən, lələsad var yanında. Bugün tezdəndən indiyə qədər işləyirəm. Başımı qaşımağa vaxtım olmayıb. Odunların əksəriyyətini kəsmişəm. 60-70 cm, biraz uzun da ola bilər. Əgər peşdə yandırsaq, bu odunları bir dəfə də ortadan böləcək. Hamısının cəvizlərin yanında səcilləyəcək. Hələ tam doğramağa vaxt yoxdur. Əsas çırpılardır. Çırpılar təmizlənsin, o tərəf çıxacaq. Demək olar ki, bugün çırpıların 1/3 dəstələnib.
Damla odunların da 90% kəsilib. Sepiti olanda yonqarı da belə yaxşı çıxardır. 5 manatlıq sepdən nə gözləyirsən? Əvvələn 5 manatlığını alırdım. Eyni şeymiş. Onun qabı olur güya. Bahalı sepi çıxardırlar, içine 5 manatlığı qoyub 15 manata satırlar. Ən yaxşısı elə ən ucuzun ver. Ortalana qədər işlət, aç geçsin. Sep satanda da insaf qalmayıb. Amma qazanmaq istəyir, ancaq düz yolundan yox. Kəsdiyim odunlar ortalıqdan götürəndən sonra rahat işləmək olacaq. İmkan vermir ki, aşağıdakı qol qanatları doğruyum. Dəstələyək. Hər odundan var. Ərik odunu, tut odunu, armud, cəviz. Sarı olanlar tut odunudur. Doşabı da o rəngdə olur, sarı köynək. Bu cəviz kötüyü niyə yanıb burada? Payızda Elçin dərədəki xəzəlləri yandırdı ki, zirzibil yansın, cəviz töküləndə rahat tapılsın. Bir qoz xıçıyıb yarıb düşmüşdü bura. Bizim də xəbərimiz olmayıb Elçin. 10 metrə su ilə ancaq ki bunu söndürüb. İki, 4, 5 dəriz bağlanıb. Hardasa 5 dəriz dəstələnib. 2 gün istirahətə qaldı. İstirahət günü burnumuzdan gəldi. Onlar işlədikcə adam həvəslənir, təmizlənir. Fevral ayı belə olmamalıydı, indi qar olmalıydı. Fürsət də düşüb əlimizə istifadə edirik. Yəni isti gün bu günü proqnozlaşdırıblar. Sabah müsbət 7, yavaş-yavaş yeni, 1-2 gündən sonra qar da gələ bilər. Odunları da yığıb təmizləyəndən sonra növbə bu 3-4 qanadınkidir. Bunlar da kəsilsin. Bir-bir rahat işləmək olur. Kəsib tökdük. Gözümüz qorxdu. Sonra bu cəvizi də yendirmək olar. Telefon xətti var. Onu açsalar, hamısını kəsərik ki, rahat onun 5 il gedib istirahət eləsinlər ki, xətti qıracaq. Heç bir ağac yoxdur. Durduğu yerə niyə qırsın? Külək əsir, qanadı yerlədir. Qanadda şunuru qırır. Payız ağaçları kəsəndə bir qanad düşdü Elçingilin xəttinə. İçəridən rozetkadan çıxadıb gətirmişdi. Marş. Görürsən yanındakı ağacı da kəsdim. 1, 2, 3, 4, 5, 6, 7 tikələdim. Gərək çəkim o tərəfə zincirini dolaşdırar. Gecə yuvasına gedə bilməz. Hə, gərnəş, gərnəş. Aris, yuxucul. Obursan, yatırsan. Düzdür, nə işin var ki sən? Niyə yatmayasan ki? Zincirin dolaşmayıb. Yuvasını biraz biz qazmışdıq, qazıb dərinləşdirib. Oradansa yamaçdan su da batıb gəlib. Əlavə yuvalar da qazıblar yayda sərinləməyə. Mars, yayda harda sərinləmək olar?
Əlbəttə ki, yamaçda. Burada maç ayrı qazıb. Şəxsi istirahət odasıdır. Maçın yuvası da pis deyil. Maç, məni yox, o niyə? Gecə canavar gəlib elçin, yeni tövləsin yanına. İtlər qoşulub bir-birinə. Veriblər səs-səsə bizə deyirik, nə olub bunlar. Boşuna hürmürmüşdür. Qurtla savaşa bilərsən. Düzündür. Qurt da sizin cinsdən olsa da çox güclü heyvandır. Bəlkə siz də güclü olarsınız. Özünüz təbiətin qoynunda. O beləsiz. İnsanlar sizi tənbəl öyrədib. Heç bir it zəif canavara belə bata bilməz. Bəlkə xəstə ola, ac qala uzun müddət. İt boğa canavarı. O da kanqal boğa bilər. Çənəsi çox möhkəmdir, onu sıxdı. Canavarın çənəsindən də möhkəmdir. Maç veriləmədə çöpü ilişdirib zincirə, sonra da başlayırsan sızıldamağa ki, dolaşmışam, gəl mənim dolaşığıma at. Toyuq gətirmiş həyətə. İştahınız var. Kim istəyir? Gəlin görüm toyuqlar neynədir. Toyuqlardan əvvəl hamamıza baş çəkirəm. Hamamı 2004-cü ildə tikmişəm. Həyətin bir kənarındaydı ki, yuxarıda bir çəm var idi, oradan su buraxanda öz xoşuna axsın gəlsin. Üstündə də bir bakı var. Klasik köhnə hamamlardandır. İçəridə bir kolonka, üstə bir bağ. Üstəki bağdan axan suyun təzyiqi aşağıdakı isti suyu qarışdırır. Bu qədər odunumuz varsa, niyə belə bir hamamdan istifadə eləməyək? Ocağı çöldəndir. Kətdə belə hamam əmimgildə idi. Rəhmətli fələm düzəltmişdi. Ocağı çöldən idi, içəri tüstü girmirdi. İçəridə də 10 ya 12 vedrə su tutan bir mis qazan var idi. Balaca hamam idi, bir əllərin bir əli olardı. Mis qazan qızırdı, onun buxarlı qalxırdı. İçəridə əgər ayaq üstə dursan heç nə görmürdün. Tam bir buxar, Rus hamamı. Yerə oturandan sonra bir şeyler görürdüm. Həmin ildə biz də o hamamda çimirdik. Girir hamama 10 dəqiqədən sonra su buxarı adamın bədəni elə tərlədirdi ki, kir ovulub gedirdi ki, səndən sürtürdülər. Böyük uşaqlar balacaları sürtürdülər. Qıpqırmızı qızarırdılar. Mən də o hamamdan əsinlənərək, ilham alaraq belə bir hamam düzəltdim. İçindəki kolonkanı Yazı kəndindən Rıza kişi var idi. O düzəldib gətirmişdi. Həsən əmin dostuydu. Papam 80 rubl vermişdi. Uzun müddət həyətdə qaldı. Zavazkoy kolonka var idi bizdə. İçi də şirri idi. Ondan istifadə edirdik. Qərara gəldim ki, bu yekəydi. Bunu qoyum, onu da 80 kilo kartofa şövqəyə satdım 2005-ci ildə. Sənan da bunun aşağısına qalın listəmirdən bir peş düzəltdi. Belə yanında içərini də istidir. Əvvəldən ocağım belə hörmüşdüm. Reis qoyub hörmüşdüm. Elə də möhkəm çəkir ki, dərədən külək vurur. Az qalır ki, alovu üstəki turbadan çıxsın. Hələ oradan qor sıçrayıb, şverin üstündə xəzərlər vardı. Onu alışdırmışdı, dedim. Şveri partlatmasın. Bir tərlə dırmıqla təmizlədim. Su atmadım ki, qızan şver su atan kimi partlayır. Yəni yörəsində o qədər kərmə var idi ki,
Üstünə də şifrə düzmüşdük. Bu qolaq qutardı. Düz. Hamamın divarı hündürlükdə kərmə qalağı vardı. Başqa yerdə də kərməmiz var. Bir neçə odunu, bir iki də kərmə qoyuruq. Yarım saata kolonka qaynayır. Hamamın əsasın sayal uslanın qoymuşuq. İri yöndəmsiz daşları doldurduq yerə. Yarım metrdə hələ torpaqdan aşağıda daşlar var. Kərpişlərini kəsib hazırlamışdım. Mənim görməyə imkanım olmadı. Daşqınla taryel ustalıq elədilər. Əslində mən onları öyrətdim. Yaxşı görə bilmirdilər. Ürkün bağlamaq öyrətdim. Bir qapının başındakı ağac alma ağacındandır. O yöndəmsizdir. Elektriki var. Əvvəl ten də qoşmuşdum. Elektrik işçiləri 20 il bundan əvvəl gəlib söküb apardılar ki, bəs ten olmaz. Olmamağı daha yaxşıdır ki, ten tox verər. Hamamda adamı gəbərdər. Su üstə dolandan sonra bir çıxışla da axıb gəlir aşağı. ...97-ci ildən qalma odunlar. Atımıza qarağaçdan, badamçadan kəsib yükləyirdim 150-200 kilo. Əsasən təndir üçün saxlayırdıq bu odunları ki, yanında canlı olsun, təndiri qızışdırsın. Sonra təndir lağv oldu, çörəyi hazır aldıq, odunlar da qaldı istədim. Kəsib yarıb qışda yandırım. Aslar üzündən baha başa gəldi. Həm möhkəmdir, sep kəsmirdi. Kəsəndən sonra da bir kötüyü yarmaq üçün yarım saat vaxt sərf edirdim. Yarılmayan qarğaçlar idi. Vaxtsız ötən xoruzun başı kəsilər ha. Tülkülər, itlər bizi yaxşı işə salıblar. Götürdü həyətə, gəzib dolanıb, azdan çoxdan tapırdılar. Yumurtlayan vaxtı da gedib indi yumurtlayırdılar. Həm toyuq alırıq, həm yumurta alırıq. Nəyə mahsus suyublar? Arpa verim, buğda verim, cip. Xoruzlar savaşanda elə deyirdi. Bu biri xoruz ayaqlayır, aksayır. Ayağını eşələndə tikan batdı, nə? Ayağın ortasına tikan bata bilər. Tapıb çıxartmaq lazımdır. Bizim xoruzlar da elə bu fərələrə oxşuyur. Hadi hara şeyirsiniz, nə qorxurlar burada? Nədən qorxursunuz? Birdən ikiyə çöl görməyiblər. Həyətdə gəzməyiblər. Hansısa fermadan, təsərrüfatdandır. Bir-iki ay böyüdüb, sonra satışa çıxardıblar, biz də almışıq. Doğru dürüst yeriməyi belə başarmırlar hinə gətirəndə. Bu gün də həyət onlara yad görünür. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. İtlər, tülkülər gəlməmiş, fərələri aparaq qataq hinə. Danışıq, toyuqları tülküyə verir.